Mən istəyərdim qısa biz toxunaq türklərlə müsəlmanlar, ərəblər arasındakı ilk təmaslardan danışım. Bu Raşid xəlifələr dövrünə təsadüf edir. Raşid xəlifələrdən Ömər İbn Xəttab və Osman İbn Əffanın dövründə ki, bu təmas da Azərbaycanda baş verir. Xəzər-ərəb müharibələrdə 7-ci Bəli. əsrdən 9-cu əsrin ortalarına qədər davam eləmiş bir müddətdə Xəzər-ərəb müharibələri davam eləmişdir. Xəzərlər bu dövrdə Bizans imperiyasının müttəfiqi olaraq görürük biz və Bizans xilafət arasındakı müharibələrdə aktiv şəkildə rol almışdılar, iştirak eləmişdilər. Bələncər döyüşü məsələn 650-ci ildə baş verir Dərbənd yaxınlığında. Burada səhabələrdən Abdurrahman İbn Rabi Əl-Bahili və qardaşı Salman İbn Rabi Əl-Bahili şəhid olurlar. Eləcə də məşhur səhabə Əbu Hüreyrənin biz bu döyüşlərdə iştirak elədiyini, Azərbaycana səfər etdiyini görürük bu dövrdə. Əməvilər dövründə yenə türklərlə ərəblər arasında müharibələr baş verdiyini görürük biz. Xüsusən də Qutaybə ibn Müslim Əl-Bahilinin, Həccac ibn Yusifin valisidir bu Orta Asiyada. Həccac ibn Yusif İraq valisi olduğu zaman Xorasan valiliyinə onu təyin edir. Qutaybə ibn Müslimi təyin edir və Qutaybə ibn Müslimin biz Orta Asiyada fəth hərəkatını apardığını görürük. İndiki Daşkənd, o vaxt Şaş adlanırdı. Səmərqənd, Bəlx, Nəxşəb, Bəlkənd şəhərlərinin fəthi 712-ci ildə Buxara şəhərində ilk məscidin inşası ilə, Cümə məscidinin inşası ilə bu tarix artıq Orta Asiyada İslamın yayılmağa başladığı tarix olaraq götürülə bilər. Beləcə türklərlə ərəblər arasında da bu şəkildə biz təmasın olduğunu görürük.